Bu evi tanımadım. Tam başqa ab havası, tam başqa aurası var indi. Əvvəl necə idi, indi isə necədir? Ev elə sakit, elə təmiz görünür ki, adam baxmağa doymur. Bu evi anamgil 94-cü ildə alıblar. 94-dən ta bu günə kimi 6-7 dəfə remont olunub və heç birində də remontdan razı qalmayıblar. Axırıncı dəfə 7 il bundan öncə remont olunmuşdu. Yenə də təmir ürəklərincə deyildi deyə bu dəfə təmiri Ez-Qrup şirkətinə əmanət etdik. Və ilk dəfədir ki, bir təmirdən hamımız bu qədər razı qaldıq. Şirkətin ustaları çox təmiz, çox gözəl iş görürlər. Siz sadəcə materialları seçirsiniz zövqünüzə uyğun və onlar alırlar, gətirirlər. Ustaları işləyir və ödənişini edirsiniz. Çox münasib qiymətə evdə xeyli dəyişiklik oldu. Qapılar dəyişdi, aboylar, qonaq otağında lüstraltı fiqur dəyişdi, plintuslar, kulçatorlar. Düzdür, yaşayış olan evdə təmir çox çətindir, amma inanın ki, ruhumuz belə incimədi. Çox gözəl şəkildə bizə təmir edib evi təhvil verdilər. Təmir bitdikdən sonra isə Ez-Qrupun təmizlik şirkəti də gəlib evimizi təmizlədi. Sonda isə nəticə möhtəşəm. Postun altında səhifəni qeyd edəcəm. Əgər ki, təmir etdirmək istəyirsinizsə, heç fikirləşmədən Ez-Qrup şirkətini çağıra bilərsiniz.